Skandinaviya dağları Şimali Avropa regionunda Skandinaviya yarımadasının qərb sahili boyu yerləşir. Qədim faylı dağlardır. Paleotektonik ərazidə yerləşir. Yəni bura qədim tektonik hərəkətlərin baş verdiyi ərazidir. Skandinaviya dağları Paleozoy erasında baş vermiş Kaledon Hertsin qırışıqlığında əmələ gəlmişdir. Qədim dağlar olduğuna görə geosinklinanın 4-cü mərhələsindədir, yəni platformaya keçid mərhələsindədir. Burada faylı dağlara xas olan Horst və Grabenlərə rast gəlirik. Onu da deyək ki, Skandinaviya dağlarının ən yüksək zirvəsi Galdhøpiggen zirvəsidir. 2469 metr hündürlüyü var. Bildiyimiz kimi qədim dağlar hazırda alçalır, amma Skandinaviya dağları ildə 1 sm yüksəlir. Bu niyə baş verir? Axı bura geosinklinar ərazi deyil, Skandinaviya cavan dağ deyil. Burada qalxma tektonik fəallıqla əlaqəli deyil. İzostatik qalxmadır. İzostatik qalxma nə deməkdir? Yer qabığının öz tarazlığını bərpa eləməsi üçün qalxmadır. Skandinaviya dağlarının yerləşdiyi ərazi buzlaşma dövründə, yəni Kaynazoy erasının 4-cü dövründə, təxminən 10-15 min il əvvəl qalın buz təbəqələri ilə örtülmüşdü. Bu ağır buz təbəqələri yer səthini sıxaraq aşağı basmışdı. Buzlar əridikdən sonra isə, yəni buzlaşma dövrü bitdikdən sonra bu ağırlıq ortadan qalxdı və yer qabığı tədricən özünə gəlməyə başladı, yəni yuxarı qalxmağa başladı, tarazlığını bərpa etməyə başladı. Bu proses hələ də davam edir, çünki o tarazlıq tam bərpa olunmuyor və o min illər ərzində bərpa olunacaq. Bu proses tək Skandinaviyada deyil, buzlaşmaya məruz qalmış digər ərazilərdə də baş verir. Məsələn, Şimali Amerikanın şimalında, Kanada ərazisində, Rusiyanın şimal-şərqində də müşahidə edilir.